Yeni bir videodan herkese salamlar. Bugün sizler için bir videoda iki resept paylaşacağım. İlk önce gördüğünüz bu muhteşem tiramisu reseptini paylaşacağım. Hayatımda ilk defa hazırlayırdım. Çox sevməmə rağmen ilk defa edirdim. İlk defa için çok yaxşı alındı. Sadece bir krem olarak mən burada qaymaq istifadə elədim. Ama siz mascarpone pendiri daha doğrusu tapsanız daha yaxşı olar. Bazar store'da olur, sonradan gördüm. İlk önce kakaolu su için mən əsl bir kofe dəmləmək istədim ki, tam orijinal reseptinə yaxın olsun. Gördüğünüz kimi kofe aparatımda kofeni dəmləyirəm. Təbii şəkərsiz, normal bir acı espresso formatında bir kofe dəmləyirəm. Sonra isə tiramisu'nun peçenyelerini bu kofe suyuna batıracağım. İndi isə keçək resepti hazırlamaya. Gördüğünüz kimi 3 yumurta qırıram, amma onun ağını və sarısını ayırıram. Bizə lazım olacaq yumurtaların sarısı. Ağını isə kənara qoyub sonra başqa bir şey üçün istifadə etmək olar. Yumurtaları qırdıqdan sonra başqa ingredientlər eləyəcəm. Bunu da qeyd edeyim ki, deməli bu resept hardasa 4-6 nəfərlik tiramisu üçündür. Yəni sizin təbii ki, istifadə etdiyiniz qabdan da asılı olaraq böyüklüyü dəyişə bilər, amma əgər 8 və yaxud da 10 nəfərdən çox eləmək istəyirsə, onda 5 yumurtadan istifadə edəcəksiniz. Resepti videoda aşağıda açıqlama hissəsində qeyd edəcəm. Yumurtalar qırandan sonra isə belə bir qab götürürəm. Bura yumurtanın şərbətini hazırlayıram. Nə deməkdir bu? Gördüyünüz kimi 3 qaşıq yarım təqribi şeker tozu əlavə edirəm. Bundan mən şərbət hazırlayacağım. Üzərinə isə normal iriq bir su, hardasa 30 millimlik bir su əlavə edirəm. Bunu qazda qaynadıram. Yəni şərbət kimi qaynadacağım. Şərbət halına gəlməlidir. Sonra isə bunu yumurtaya əlavə edəcəm. Çünki yumurtamız çiğ olduğu için yumurtanı biz kremə vuracağıq. Çiğ qalmaması üçün üzərinə qaynar formada şərbət əlavə etməliyik ki, o yumurtanı bişirsin. Şərbət poquldayanda artıq onu götürürük. Gördüğünüz gibi çok değil, ölçüsü 30 millimdir bu. Çünkü bu 4-6 nəfərlik bir tiramisu resepti üçündür. Şərbətin hazırda onu yumurtaları gördüğünüz gibi karıştırarken yavaş asla şərbəti əlavə edirəm. Dediğim gibi yumurta çiğ qalmasın diye kaynayan şərbəti əlavə edib onunla tədribi düşünmeye çalışıyoruz. Tabii ki tam bitmiyor ama orijinal reseptini yani böyle hazırlamaya göre biz de böyle değil. Çok fark etmez. Şimdi bir paket vanilya əlavə edirəm ve karıştırmaya devam edirəm. Aslında siz bunu mascarpone pendiri verseniz daha yaxşı olar. Onu mən tapa bilmədim aslında. Sonra bazar store'da gördüm, artıq gediydi. Bu videonu artıq çəkmişdim. Mən Mila'nın belə 200 qramlıq xamalarını, yəni qaymaqlarını istifadə elədim. 2 ədəd qaymaq yetərli. Sadəcə qaymaqda biraz su çıxır deyə, yəni tam qatı olmur kremi. Ona görə məsləhət görərdim ki, qaymaq yox, əgər tapa bilirsinizsə, ya İran xaması istifadə etmək lazımdır, ya da ki, mascarpone pendiri istifadə etmək lazımdır. Amma Mila qaymağı ilə də yaxşı alınır, yəni pis deyildi, dadı çox yaxşı idi. Amma dediyim kimi, digər xamanı tapsanız və yaxud da krem pendiri tapsanız daha yaxşı olar təbii ki. Bundan da çox yaxşı almışdı ilk dəfəyə rağmen. Çünki şirinliyi, yəni dadı falan hamısı qaydasında oldu. Məncə çox şirin deyildi, çox dadsız deyildi, çox kıvamlı vardı. Kremi təqribi bir 15 dəqiqə mixerlə qarışdırırıq. Sonra isə biraz soyuducu qoyuruq ki, hazır 10-15 dəqiqə özünə gəlsin. Ondan sonra isə başlayıq tiramisu'yu hazırlanırıq. Mən belə bir kedi dili bisküvisi almışam. Bunu Araz marketdən almışdım. Yanılmamsa ya 5 manata deyəsən paçkası. Bir paçkada 24 ədəd olur, yəni 12-12 olur. Belə bir şüşə qabı götürdüm. İçərisinə bayaq hazırladığım kofe olan deməli qabın içərisində bisküviləri
batırıram və qoyuram. Amma sizə məsləhət eləyərdim ki, peçi ilə hamısını belə batırmayın. Üzərinə qaşıqla gəzdirsəniz daha yaxşı olar. Mən əslində orijinal reseptini gördüm, belə batırırlar. Düşündüm ki, çox sulu olmaz, amma sonra gördüm ki, yox. Çünki bir axşamda soyuducuda saxlayırıq deyə biraz sulu olur. Ona görə üstünə qaşıqla gəzdirsəniz kofeni daha yaxşı olar ki, çox sulu olmaz. Yəni mən çox da sulu xoşlamıram açığı. Sonra üzərini gördüyünüz kimi bayaq hazırladığım kremi tökdüm. Yenə bir qat üzərinə peçini gedirəm və kofeyə batırıram. Üzərinə yenə son olaraq qalan kremi tökəcəm. Ən axırda isə üzərinə kakao tozları sərpirəm, ələkdən keçirəm. O hissəni çəkməmişəm, amma yəni rahatlıqla siz də üzərinə kakao tozunu ələkdən keçirərək tökə bilərsiniz. Və hazırdır. Bir gecə soyucuda saxladım. Səhər isə belə doğradım. Həqiqətən çox dadlıdır, yəni super oldu. İlk dəfəyə görə də vəbşə əladır. Biraz qorxurdum eləmək, çünki bunun tam tutturmaq olmur reseptini, amma məncə super oldu həqiqətən. Demək olar ki, hamısını özüm yedim. Evdəkilər hərə 2 dilim yedi. Onlar çox belə fərqli şirniyyatdan xoşlamır, amma hamısını özüm yedim demək olar ki. Yəni, super bir şey alındı. İndi isə ikinci reseptimizə. Burada isə sadə olaraq bir dietik deyək, yəni sağlam bir tərəvəz yeməyidir bu. Çox rahat və asandır, hamı hazırlaya bilər. Belə gördüyünüz kimi ilk öncə göbələkləri yumuşdu. Məsələn, göbələk yumazlar, qaralır onda buradakı kimi. Amma mən yumadan, yəni qətiyyən bişirə bilmirəm. Ona görə yuyuram, sonra qabıqlarını soyuram üzərini və belə kiçik-kiçik doğrayıram. Çox da kiçik deyil, daha doğrusu biraz iri saxlayıram. Göbələkləri doğrayandan sonra isə görürsünüz orada rəhli biberlərim var. Qırmızı, yaşıl, sarı, yəni marketdə və yaxud da bazarda əgər tapa bilirsinizsə ala bilərsiniz. Hərəsindən bir ədəd də yaşıl biberlərim var. Eyni zamanda 3-4 ədəd kök doğraya bilərsiniz və yaxud da 2 dənə, sizdən asılı təbii ki, nə qədər böyük eləmək istəyirsinizsə. Yəni isə bu tip yeməklərin qreçka pişirmək olar və yaxud da daha sadə bir yemək hazırlamaq olar. Düyü ilə də ola bilər və ya kartof pürəsi ilə gedə bilər. Yəni sağlam qida olduğu üçün bu yanına daha sağlam, sağlıqlı bir qida əlavə etmək olar. Tavamızı götürüb çox az bir duru yağ istifadə edirəm. Mən qarğıdalı yağ istifadə edirəm. Bəzən də zeytun yağı istifadə edirəm. Bu dəfə qarğıdalı yağ istifadə elədim. Üzərinə isə göbələkləri əlavə edirəm. Çox yağ vurmamağa çalışdım. Bütün yeməyi ümumiyyətlə bu yağda bişirəcəm. Yəni əlavə ekstra yağ vurmaq istəmirəm. Biberlərin ölçüsü bu qədərdir. Təqribi gördüyünüz kimi hərəsindən bir dənədir. 3 biberdir. Ortadan ayırmışam və harısı 3-4 dənə kökdə, amma kökün hamısını istifadə eləmirəm. Harısı 3 dənəsini doğrayacağım. Yetərli olsun, yəni çox olmasın. Çünki göbələyimiz də çoxdur, elə bir qabı tutacaq o. Və göbələklərim əlavə edirəm. Qapağını örtürəm ki, biraz suyunu salsın, sonra isə xodunu verəcəm ki, tam qızarsın suyunu salandan sonra. İndi isə biberləri sırayla jülyen forması uzun-uzun doğrayaq. Təbii ki, sizdən asılı istəsəniz lap kiçik formada doğraya bilərsiniz ya da yumru-yumru doğraya bilərsiniz. Yəni mən həmişə jülyen doğrayıram, belə rahat olur. Qəşəng olur, salat kimi olur həm də. Belə doğrayıb sonra da çox az qızardıram. Yəni mən açıq çox pişməyini istəmirəm heç birini. Nə göbələyi, nə kökü, nə də biberlərin biraz diri olmağını istəyirəm ki, vitamini çox qaçmasın, həm də çox yağda da qızarmasın. Yəni sağlam olsun ən azından. Onun üçün biraz belə iri-iri doğrayıram. Bu arada köklərin qabığını soymadım. Əslində normalda soymalı idim. Bu dəfə vaxtım olmadı. Elə qabuğu sadəcə yudum və doğradım. Yəni üzərini soymadım. Normalda üzərini soyuram. Göbələk demək olar ki, bişdim. Bişənə yaxın tam bişməməlidir açığı. Bişənə yaxın biraz yağa düşəndə artıq biber və kökü əlavə edirəm. Hamısını bir yerdə qarışdırmaq istəyirəm ki, bir-birlərini tamları keçsin. Yəni, əslində bunu istəsəniz göbələyi ayrı qazanda, digərlərini ayrı qızardıb bir araya gətirə bilərsəm, onda çox yağ istifadə olunur. O da tam sağlam olmur. Ona görə bayaq gördüyünüz kimi çox az yağ istifadə elədim və üzərinə bütün tərəvəzləri əlavə edib bir 5-10 dəqiqədə bir yerdə qızardıb götürəcəm. Yəni çox qızartmağı düşünmürəm ki, diri olsunlar, dediyim kimi vitamini getməsin. Gördüğünüz kimi suyu var hələ. Biraz da xodunu verəcəm ki, tam yağa düşsün. 5 dəqiqəyə götürün. Yəni çox düşməsin dediyim kimi. Biraz duz, istot. Bəzən mən sarı köfdə vururam ki, yəni fərqli bir tamı olsun. Yəni sizdən asılı təbii ki, nə istəsəniz
qura bilərsiniz əqdiyyat olaraq. Maraqlı olur. Dediyim kimi yanında mən çox vaxt bunun greçka hazırlayıram. Greçka süzürəm sadəcə yağsız və duzsuz. Ya da yanına düyü də eləmək olar. Yəni sizdən və zövqünüzdən asılı olaraq ya da sağlam olmağını istəyirsə təbii ki sadəcə greçka ilə də yeyə bilərsiniz. Çox dadlı olur. Ümumiyyətlə greçka olan hər şeyi mən çox sevirəm. Belə yeməyimiz hazırdır. Nuş olsun sizlərə də.